Keramet Böyükçül, mən düzün deyim ki, bəzən haqsız çıxışları da olur, amma mənim üçün yəni Keramet Böyükçülün ən ibrətamiz məsələsi düzünü deyim ki, həmin o günlərin bir gün deyir, oğlum yoxsa qızım deyir, bizim aramızda yatırdı yoldaşımla. Bir gün axşam mən evə gəlmədim. Bilməm, harasa gedib işte yəqin. Yoldaşım zəng elədi ki, sən tərəfdən oğlum kravatdan yıxılıb. Deyir, mən həmən onda deyir, düşündüm ki, göründü mənim həmən o anadan olmamış qızım o birisi yoldaşımla ayrılanda gör o nə qədər mən tərəfdən yıxılıb. Çox ibrət. Əgər Keramet Böyükçül bunu başa düşürsə, anlayırsa, yəni bu çox gözəl bir şeydir, yəni yazışı üçün. İndi yenə deyirəm, yəni müəyyən şeyləri olmasaydı, Keramet Böyükçül böyük nümunədir. Yəni Çingiz Abdullayevə. Nə mənada? Baxın, Çingiz Abdullayevin kitabları o anda bu anda çapılmış pul öyle belə gəlir. Amma yenə bu nökərdir. Ona görə ki, bunun atası da, babası da, 4 nəsil bunlar prokuror, yəni orqanlarda işləyiblər. Bu Rus çinovnik olub, Rusa xidmət ediblər. Heç vaxt xalqın yanında olmayıblar. Çingiz də onların davamçısıdır. Primakovun tələbəsidir. Yəni bugün də Rus KGB-sinin Azərbaycan Yazıçılar Birliyindəki agentidir Çingiz Abdullayev.